Uşaq bağçasına uyğunlaşmanı necə asan keçmək olar? Sizə və övladınıza uşaq bağçasına uğurla uyğunlaşmağa kömək edəcək 5 addım var. Birinci, uşaq bağçaya getməyə başlamazdan əvvəl qoy uşaq artıq bağçanın rejiminə öyrəşsin. Bağçada hansı gündəlik rejimin olduğunu öyrənin və evdəki rejimi bağçadakı rejimə uyğunlaşdırın, hətta həftə sonları belə bu rejimə riayət edin. İkinci addım, bağçaya gedib qrupla və tərbiyəçi ilə tanış olun. Valideynlər üçün tərbiyəçi ilə əlaqə qurmaq vacibdir ki, uşaq sizin böyüyə güvəndiyinizi hiss etsin və daha sakit olsun. Üçüncü addım, bağçada qalma müddətini tədricən artırın. İlk 2 həftə uşaq bağçada cəmi bir neçə saat qalsın, növbəti həftə isə nahara qədər. Bu təxminən 4 saatdır. Sonra isə uşağı yatmağı da bağçada saxlayın. Bu isə təxminən 6 saat edir. Daha sonra isə uşaq tədricən axşama qədər bağçada qalır. Amma əgər proses çətin gedirsə, uşağı tez götürün. Dördüncü addım. Uşağa dəqiq saatı deyin ki, nə vaxt gələcəksiniz və heç vaxt gecikməyin. Beşinci addım. Ən vacibi isə öz vida ritualınızı düşünün. Məsələn, uşağın avucundan öpün və razılaşın ki, əgər balaca anasını darıxsa, öpülmüş əlini yanağına qoysun. Elə bil siz yanındasınız və onu öpürsünüz. Səbirli olun da unutmayın ki, adaptasiya prosesi tədricən olmalıdır və bu zaman göz yaşları da ola bilər. Axı, böyüklər belə yeni kollektivə gələndə narahat olur və həyəcan keçirir. Onda hələ emosiyalarını və yeni təcrübəni idarə etməyi bacarmayan balaca uşaqdan nə gözləmək olar?